Hər vaxtınız xeyir olsun. Bugün sizinlə iki fərqli formada tənək yarpağının qışa saxlanması haqqında video bölüşürəm. Buzluqda və bankada tənək yarpağı necə saxlanır bilmək istəyirsinizsə, videonu sona qədər izləyin. Yarpaqların saplağını təmizləyib gördüyünüz qayda ilə hazırladıq. Bizə lazımdır bir miqdar yarpaq və streç film. Bu qaydada hazırladığımız yarpağı buzluqda saxlayırıq. Gördüyünüz qayda ilə streç film içərisində yarpağı yerləşdirib bu qaydada qatlayırıq və kənarlarda olan hissəni də içəriyə doğru qatlayaraq hava qalmayacaq şəkildə qatlamağa davam edirik. Beləliklə hər birini hazırlayıb rahatlıqla buzluqda saxlaya bilərsiniz. Mən yarpağın saplağını təmizlədikdən sonra istifadə edirəm. Siz elə saplağı ilə birlikdə də hazırlaya bilərsiniz. Yarpaqdan 4-5 ədəd üst-üstə yığdıqdan sonra gördüyünüz qaydada qatlayıb bankaya yığırıq. Kanalımda bir neçə üsulla tənək yarpağının qışa saxlanılması haqqında video var. İstəsəniz videonun açıqlama hissəsində linkini qeyd etdim. Buyurub baxa bilərsiniz. Hazırdır. Hazır olduqdan sonra istəsəniz salfet yaxud mənim kimi kağızdan istifadə edə bilərsiniz. Kağızı bir neçə dəfə qatladıqdan sonra kibritlə yandırırıq və yarpağın üzərinə yerləşdiririk. Dərhal qapağını möhkəm bağlayırıq. Bu qədər sadə və asan. Bugün sizinlə iki fərqli üsulla tənək yarpağının qışa saxlanması haqqında video bölüşdüm. İnanıram ki, video sizlərə yararlı və faydalı olar. Çox vaxt sərf etmədən sizlər də bu üsullardan istifadə edərək qışlıq tədarükünüzü hazırlaya bilərsiniz. Dəyərli izləyicilərim, bankada olan yarpaqları qaranlıq sərin yerdə saxlasanız kifayət edər. Streç filmə sardığımız yarpaqları isə buzluqda könül rahatlığı ilə qışa saxlaya bilərsiniz. Bu günlük bu qədər. Özünüzə yaxşı baxın. Hələlik.